Salam hörmətli abituriyentlər, bu videomuzda sizlərə neft və sənayenin digər sahələri 19-cu əsrin ikinci yarısında və 19-cu əsrin birinci yarısının artıq sonlarında Şimali Azərbaycanın neft və sənaye sahələrindən danışacağıq. Əvvəlcə qeyd edək ki, 1890-cı ildə Şimali Azərbaycanda demək ümumiyyətlə Qafqaz bölgəsində Qafqaz Su Müfəttişliyi adlandırılan bir qurum yaradılır və Qafqaz Su Müfəttişliyinin yaradılmasına səbəb isə odur ki, 1890-cı ildə suvarma işini nizamlasınlar, Çar hökuməti tərəfindən nizamlansın bu məsələ. 1882-ci ildə isə Şimali Azərbaycanda ilk pambıq təmizləmə zavodu açılmış olur Naxçıvan şəhərində və 19-cu əsrin ümumiyyətlə bütün dövrlərində 19-cu əsr müddətincə Fransanın Lyon şəhəri ipəkçilik mərkəzi olduğuna görə Cənubi Qafqazda da ipəkçilik mərkəzi olan Şəki Nuxa bölgəsi Qafqazın Lyonu adlandırılır. Yəni Fransanın Lyon şəhərinə bənzədildiyinə görə Qafqaz Lyonu adlandırılan Şəki şəhərində yaxud Nuxa qəzasında ipəkçilik əsas rol oynayırdı. 1861-ci ildə Moskvalı kapitalistlər tərəfindən Avropada ən böyük ipək sarıma müəssisəsi olan Şəki Böyük İpək Fabrikinin əsası qoyulmuş olur və 1861-ci ildə yaradılmış bu müəssisə buxar mühərrikləri ilə təchiz edilmişdi. 19-cu əsrin ikinci yarısında Şəki bölgəsində yerli xam mala əsaslanan, yəni bu elə bil istifadə olunan mal əmtəəsi Azərbaycan ərazisində istehsal olunan ilk tütün və tənbəki fabriki açılmış olur. 19-cu əsrin ikinci yarısında əsasən 60-cı illərdə Quba qəzasında becərilən, Quba bölgəsində becərilən və təbii boya olaraq tanınan, dünyanın hətta tanınmış sərgilərində belə bu boya demək sərgilənmişdi. Həmin bu təbii boya adlandırılan qızıl boya becərilsə də, suni boyaq olan alizarinin kəşf edilməsi təbii boyaya olan marağın azalmasına səbəb olur və 1869-cu ildən artıq alizarin adlı suni boyadan istifadə edilməyə başlanılır. 1887-ci ildə isə Çarizm Azərbaycanlılardan, yəni Azərbaycanlıların müsəlman kəndlilərindən hərbi vergi almağa başlayır. Müsəlman kəndliləri orduda hərbi xidmətə çağırılmırdı Çarizm tərəfindən. Bunun əsas səbəbi o idi ki, Çar hökuməti müsəlman kəndlilərinin hərb işini bilməsini istəmirdi və onların ordu sıralarında xidmətinə güvənmirdi, etibar etmirdi. Buna görə də onları hərbi xidmətə çağırmırdı. Bəs hərbi xidmətə kim gedirdi? Ali müsəlman silkinin övladları, yəni zadəgan övladları gedirdilər. Biz indi isə danışaq neft sənayesindən. 1848-ci ildə dünyada buruq üsulu ilə, mexaniki qazma üsulu ilə ilk neft quyusu məhz Bibiheybətdə, yəni Bakı ərazisində, Şimali Azərbaycanda qazılmışdı. 19-cu əsrin 50-ci, 70-ci illərində neft sənayemizin inkişafını ləngidən bəzi amillər var idi. Azərbaycanda neft sənayesi tam təşəkkül etmiş bir sahə kimi inkişaf edə bilmirdi. Bu amillərə biz feodal aslı münasibətlərinin mövcudluğunu göstərə bilərik. İltizam sistemi hələ də mövcud idi. İltizam sisteminin nə demək olduğunu xatırlayaq. İltizam ümumiyyətlə müəyyən miqdar pul qarşılığında hər hansı bir sahədə, hər hansı bir şəxsə, quruma, şirkətə müəyyən bir hüququn verilməsidir. Məcburi əmək mövcud idi Azərbaycanın şimalında, yəni muzlu əmək yox idi. Neft emal edən zavodlar az idi. Bunlar neft emalı sənayesində inkişafı ləngidən amilləri idi. 1864-cü ildə Balaxanı neft mədənlərində, yəni Bakı ərazisində Balaxanının neft mədənlərində kəndlilərin məcburi əməyi ləğv edilir və muzlu əməyə keçid edilir. Biz muzlu əməyi azad əmək də adlandıra bilərik, məcburi əməyi isə icbari əmək kimi adlandıra bilərik. Bura qeyd edək ki, bu da xüsusilə yadda saxlanılmalı olan bir şeydir. Məcburi əmək icbari əməkdir, muzlu əmək isə azad əməkdir. Balaxanı neft mədənlərində kəndlərin məcburi əməyi ləğv edildikdən sonra artıq azad əməyə, yəni muzlu əməyə keçid edilir neft mədənlərində. 1868-ci ildə Naxçıvanın demək duz mədənlərində, həmçinin eyni ildə Zəyliyin zəy mədənlərində də azad əmək tətbiq
tətbiq edilməsi ilə icbari tipli əmək, yəni məcburi əmək ləğv edilir. Artıq belə deyək ki, fəhləni işlədib onun pulunu verirdilər. Bu muzlu əmək yaxud azad əmək adlanır. Fəhləni işlədərək onun pulunun verilməməsi, yəni onun məcburi işlədilməsi isə icbari əmək olaraq adlandırılır. 19-cu əsrin 60-cı illərindən neft sənayemiz başlayır yavaş-yavaş inkişaf eləməyə. Və bunun inkişaf səbəbləri nə idi? Neftdən dünya miqyasında və sənayedə geniş istifadə olunurdu, yanacaq kimi. Azərbaycanda ucuz işçi qüvvəsi çox idi. Yəni neft sənayesində işləmək istəyən insanların sayının çox olması sənayinin inkişafına gətirib çıxardır. Həmçinin Azərbaycanın nefti bol və keyfiyyətli idi və Rusiyada neft yataqları hələ kəşf edilməmişdi tam şəkildə. Buna görə əsas diqqət Rusiyanın müstəmləkəsi olan Şimali Azərbaycana yönəldilirdi. İltizam sisteminin mövcudluğu Azərbaycanda neftin əsas inkişafını ləngidən amillərdən idi. Bu nə idi? Niyə ləngidirdi iltizam sistemi Azərbaycanda neft sənayesini? Çünki yeni tipli texniki vasitələrin tətbiqinə mane olurdu. Yəni müəyyən bir şəxsə neft sənayesində verilmiş o hüquq ki var, İltizam sistemi pul qarşılığında həmin o şəxslər neft sənayesində yeni texniki vasitənin tətbiq edilməsinə maraqlı deyildilər. Səbəb nədir? Çünki yeni texniki vasitə üçün çoxlu miqdarda pul ayırmaq lazım gəlirdi və iltizam hüququnu almış şəxslər əsasən bu sahədə gəlir götürməyə daha çox maraqlı idilər. O sahənin inkişaf etdirilməsinə o qədər də maraqlı deyildilər. Gəlin belə danışaq ki, iltizam sistemindən mövcudluğunun digər səbəbi iri həcmli kapital qoyuluşuna maneçilik törədirdi. Kapital nə deməkdir? Daha çox pul əldə etmək üçün xərclənən pula kapital deyilir. Yəni heç kəs neft sənayesində neft sənayesi Azərbaycanda çox zəif inkişaf etdiyinə görə lazım idi ki, çoxlu miqdarda pul qoyulsun və neft sənayesi inkişaf elətdirilsin, yeni tipli texniki vasitələrlə təchiz edilsin və neft sənayesində iri həcmli kapital qoyuluşuna da mane olurdu iltizam sistemi. Çünki azad burada neft quyularının satışında açıq satış yox idi. Yəni iltizam hüququ almış şəxslər bu sahəyə kapital qoymurdular, başqalarının da kapital qoymasına iltizam sisteminin mövcudluğu maneçilik törədirdi. Rusiya artıq dərk eləyir ki, neft sənayesində iltizam sistemi inkişafı ləngidir. Həmçinin Rusiyanın özünün də duru yanacağa ehtiyatı və tələbatı çox artır. Rusiya fikirləşir ki, Çar hökuməti fikirləşir ki, biz davamlı olaraq duru yanacaq ehtiyatımızı artırmaq üçün iltizam sistemini ləğv etməliyik ki, bu sahəyə kapital qoyuluşu artsın, yeni tipli texniki vasitələr tətbiq olunsun, neft istehsalı da artsın və duru yanacaq daha çox əldə olunsun, tələbatımızı ödəyək. Buna görə də iltizam sistemi 1872-ci il 17 fevral tarixində ləğv edilir. İltizam sistemi ləğv edildikdən sonra hərrac sistemi yaradılır. Hərracın elmi izahı belədir. Alıcıların müsabiqəsi əsasında hər hansı bir məhsulun açıq satışının təmin edilməsi. Yəni yüksək qiymət verən alıcıların müsabiqəsi əsasında yüksək qiymət verən həmin məhsulu yaxud neft quyularını satın ala bilir. Deyək ki, bir müsabiqə təşkil olunur, müəyyən bir yer təyin olunur. Həmin yerdə həmin neft sənayesini, neft quyularını müəyyən bir bölgələr daxilində, məsələn, Balaxanının neft mədənləri satışa çıxarılır hərrac vasitəsilə. Həmin Balaxanının neft mədənlərini almaq istəyən şəxslər gəlib hərrac sistemində qeydiyyatdan keçirlər və orada minimum məbləğ təyin edilir Balaxanı neft mədənləri üçün. Ən yüksək məbləği sonuncu dəfə vermiş insan, qrup yaxud da şirkət həmin neft quyularına sahib olur. Hərrac sistemi alıcıların müsabiqəsi əsasında təşkil edilmiş bir sistem idi. İltizam sisteminin ləğv edilməsinin nəticələri nə olur? İri həcmli kapital qoyuluşu artıq artır, sənaye çevrilişi baş verir neft prosesində və iltizam sisteminin ləğv edilməsi neft sənayesinin inkişafına təkan verir, inkişafı sürətləndirir. Hətta yerli kapitalistlərimiz ön plana çıxırlar. Bunlar Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi şəxslər artıq neft sənayesində kiçik quyular əldə etmiş, neft quyuları əldə etmiş, neftli torpaqlar əldə etmiş, bu sahəni yavaş-yavaş inkişaf etdirməyə çalışan yerli kapitalistlərimiz mövqeyindən çıxış
edirlər. Və Şimali Azərbaycana iltizam sistemi ləğv edildikdən sonra xarici kapital daxil olmağa başlayır. Yəni başqa ölkələrdən Azərbaycana gəlib neft sənayesimizə pul qoymağa başlayan şirkətlər olur. Məsələn, bu şirkətlərə 1879-cu ildə İsveçin Nobel qardaşları şirkəti, 80-ci illərdə Fransanın Rothschild firması, 90-cı illərdə isə İngilis bankiri olan Gubbart neft sənayesinə xarici kapital qoymağa başlayır. Neftdən sonra 1880-ci ildə balıqçılıqda da iltizam sistemi ləğv edilmiş olur. Neftdə ilk insar birliyi, insar nə deməkdir? Bir neçə şirkətin, bir neçə qrupun birləşməsi anlamına gəlir. Neft sənayesində ilk insar birliyi bir neçə şirkətin ortaq maraqlar baxımından birləşdiyi şirkət Bakı Ağ Neft Zavod sahibləri ittifaqı olur. Bu qurum, bu ittifaq Peterburq müşavirəsində 1893-cü ildə yaradılmışdı və 97-ci ildə daxili çəkişmələr nəticəsində dağılmışdı. Yəni belə deyək ki, Bakı Ağ Neft Zavod sahibləri ittifaqı bir neçə neft şirkətinin eyni ittifaqda birləşib gəlirləri bərabər miqdarda bölmək üçün yaratdığı bir qurum idi, orqan idi. 93-cü ildən 97-ci ilə qədər fəaliyyət göstərmişdi və daxilində olan şirkətlər arasında daxili çəkişmələr baş verdiyinə görə, daxili çəkişmələr baş tutduğuna görə bu şirkət dağılır, bu ittifaq dağılır və bu ittifaqın daxilində Amerikanın böyük məşhur neft maqnatı olan Rockefellerlər şirkəti və Nobel qardaşları şirkəti dünyadakı ağ neft satışı bazarlarını öz aralarında bölmüşdülər. Amma bu şirkət dağıldıqdan sonra, ittifaq dağıldıqdan sonra bu maraqlar təbii ki parçalanır. 1859-cu ildə Rus kapitalistləri tərəfindən Suraxanı bölgəsində ilk ağ neft zavodu inşa edilir və Azərbaycanın ilk iş adamı olan 1863-cü ildə Cavad Məlikov Bakıda ağ neft zavodu yaradır və bu ağ neft zavodunda neftin ayrılması prosesində, yəni başqa maddələrdən neftin ayrılması, təmiz neftin alınması prosesində ilk dəfə soyuducu sistemlər tətbiq olunmağa başlanılır. Neft ayırma prosesində soyuducu sistemləri tətbiq edən kimdir? Cavad Məlikov. Nə vaxt? 1863-cü ildə. Və Şimali Azərbaycanda ilk dəfə olaraq, dünyada ilk dəfə olaraq neftin daşınmasında tanker tipli gəmidən istifadə olunur. Tanker tipli gəmini Zoroastr adlı gəmini, Zərdüşt yaxud Zoroastr adlı gəmini 1878-ci ildə Nobel qardaşları şirkəti gətirmişdilər Xəzər dənizinə və Zoroastr adlı neft tankeri Bakı Həştərxan şəhərləri arasında fəaliyyət göstərirdi. Xəzər dənizində neft daşınırdı, yəni bu gəmi tanker vasitəsilə. İlk boru neft kəməri isə Bakının rayonları arasında, məsələn, Balaxanıdan Qaraşəhər arasında fəaliyyət göstərən ilk neft boru kəməri isə 1878-ci ildə çəkilir yenə. Bu nə deməkdir? Məsələn, Balaxanıda emal edilən neft Qaraşəhərə göndərilmək üçün boru vasitəsilə nəql edilirdi. 19-cu əsrin 70-ci illərində neft sənayesində buxar mühərriklərinin istifadə edilməsi artıq Azərbaycanda fabrik-zavod mərhələsinə keçidin əsasını qoyur. Necə oldu Azərbaycanda fabriklər və zavodlar mərhələsi genişləndi, inkişaf etdi, fabrik-zavod mərhələsinə keçid edildi. 70-ci illərin sonundan başlayaraq geniş şəkildə buxar mühərriklərindən istifadə olunması neft sənayesində fabrik-zavod mərhələsinə gətirib çıxarmanın əsasını qoyur. 1880-ci ildə isə ilk dəfə neft daşınmasında dəmir yolundan istifadə olunmağa başlanılır və vaqon sterinlər vasitəsilə, vaqonlar vasitəsilə neftin daşınması prosesinə başlanılır. Neft sənayesində fontan üsulu ilə neft çıxarılması isə 1873-cü ildə başlamışdı. Biz 19-cu əsr və 20-ci əsrin əvvəllərindən danışarkən Şimali Azərbaycanda elə sahələr vardı ki, xarici kapital əsasında fəaliyyət göstərir. Bunlara neft və mis sənayesini misal göstərmək olar. Amma elə sahələr də vardı ki, yerli kapital əsasında, yəni ora ancaq pul yatıranlar yerlilər, Azərbaycanlılardır. Milli kapital əsasında əsasən kiçik sənaye müəssisələri, balıq və pambıqçılıq sahələri fəaliyyət göstərir. Amma xarici kapital əsasında əsasən başqalarının, başqa dövlətlərin gətirib sərmayə qoyması əsasında inkişaf edən sənayemiz isə neft və mis sənayələridir. 19-cu əsrin sonlarında Şimali Azərbaycan dünyada neft hasilatına görə birinci yerə çıxır. Amma 20-ci əsrin əvvəllərində bu vəziyyət dəyişiləcəkdir. Növbəti dərslərimizdə biz bu haqda ətraflı danışacağıq. Bakı şəhəri həmçinin mühüm sənaye mərkəzidir, amma yadda saxlamaq lazımdır ki, testlərdə, testologiyada bizi çaşdıran bəzi məqamlar vardır ki, yazılır məsələn, Şimali Azərbaycanda kapitalizm yalnız Bakı şəhərində inkişaf eləyib, yanlışdır. Bütün şəhərlərdə inkişaf eləyirdi, amma ən sürətli inkişaf elədiyi şəhər
şəhər Bakı idi. Məsələn, yazılır ki, Şimali Azərbaycanda sənayenin yeganə mərkəzi Bakı idi. Bu da yanlışdır. Çünki sənaye mərkəzi Bakı idi, amma yeganə mərkəz deyildi. Sənaye mərkəzlərimiz çox idi və bütün şəhərlərdə sənayenin inkişaf səviyyəsi gedirdi, ancaq Bakıdan bir qədər az. Dağ mədən və yüngül geyinti sənayesi, yəni əsasən mis sənayesi, əlvan metallurgiya sənayesi isə Alman və Rus kapitalı əsasında inkişaf eləyirdi. Əsasən Almanların Siemens qardaşları şirkəti dağ mədən sənayesinə kapital qoyurdular. Yəni Siemens qardaşları görürüksə, biz bunu avtomatik mis sənayesinə götürməliyik. Hətta Siemens qardaşları 1865-ci ildə Gədəbəydə mis əritmə, eyni ildə Daşkəsəndə kobalt zavodları açdırırlar. Həmçinin 1883-cü ildə Qalakənddə mis əritmə, mis saflaşdırma zavodu da fəaliyyətə başlamış olur. 19-cu əsrin ikinci yarısında nəqliyyat sahəsində inkişaflar baş verir. Sosial-iqtisadi sahənin bir qolu olan nəqliyyat sahəsində Bakı dəmir yolu binasının inşası başa çatdırılır. Bakı dəmir yol vağzalı binası 1883-də, eyni ildə Bakıdan Tiflisə dəmir yol xətti çəkilir və Bakıdan Tiflisə dəmir yol xətti çəkilməsi Tiflis-Batum dəmir yol xəttinin və Qaradəniz sahilinin Bakı ilə əlaqəsinin yaranmasına gətirib çıxarır. Bunu biraz vizual olaraq izah eləmək istəyirəm. Məsələn, biz qeyd edək, deyək ki, burada Bakı şəhərini bu nöqtədə qeyd eləyirik, Bakı və Tiflis şəhərini də bu nöqtə olaraq qeyd eləyirik, Batum şəhərini bu nöqtə olaraq qeyd eləyirik və nəzərə alaq ki, Qaradənizdir. Tiflisdən Batuma dəmir yol xətti var idi. Ancaq 1883-cü ildə Bakıdan Tiflisə dəmir yol xəttinin çəkilməsi avtomatik olaraq Bakını Tiflis və Batum dəmir yol xəttləri ilə birləşdirib Qaradənizə Bakıdan çıxışı təmin eləyən bir yol olmuş olur. 1900-cü ildə isə nəqliyyat sahəsində yeni bir inkişaf baş verir. Bakıdan, Bakı ərazisindən, yəni Biləcəridən, Dərbənddən Petrovsk və Mahaçqalıya gedən dəmir yol xəttinin, yəni Rusiya ərazisinə gedən dəmir yol xəttinin çəkilməsi Azərbaycanın, Cənubi Qafqazın dəmir yollarının Rusiyanın, Ümumrusiyanın dəmir yolları xəttinə birləşməsinə səbəb olur. Rabitə sahəsində yenilik vardı. Yeniliklər nədən ibarətdir? 64-68-ci illər müddətində telqraf xətləri çəkilir Cənubi Qafqazda. Biz bunu testologiyada adətən Cənubi Qafqaz telqraf xətlərinin çəkilməsi olaraq görəcəyik, yəni testlərdə. Telqraf xətləri çəkilibdir Tiflis bu illər arasında, Tiflis, İrəvan, Naxçıvan, Gəncə və Bakı şəhərləri arasında. 1879-cu ildə isə Xəzər dənizinin dibi ilə əlaqə vasitəsi olaraq Bakıdan Krasnovodska telqraf xətti çəkilir. 1886-cı ildə isə Bakıda ilk mərkəzləşdirilmiş telefon stansiyası fəaliyyətə başlayır və 1912-ci ildə isə Bakıdan Tiflisə birbaşa telefon xətti çəkilmiş olur. Ticarət sahəsində də yeniliklər vardı. Nədən ibarətdir bu yeniliklər? 1887-ci ildə Bakıda ilk yarmarka təşkil olunur və birja Cənubi Qafqazda 19-cu əsrin sonunda fəaliyyətə başlayır. Birja nədir? Əmtələrin, qiymətli məmulatların, yeganə tapılan materialların, yaxud qiymətli kağızların, məsələn, pulun kəsilməsi üçün istifadə olunan kağızların satışı ilə məşğul olan bir bazar növüdür. Vaxtaşırı fəaliyyət göstərir. Yəni, bu bazar növü hər quruma satış etmir. Pulun kəsilməsi ilə bağlı olaraq, məsələn, dövlət müəssisələrinə satışı həyata keçirilir. Həmçinin bank kredit müəssisələri və iri insar birlikləri də Bakı şəhərində fəaliyyəti genişləndirirlər 19-cu əsrin sonlarında. Bakı şəhərinin elektriklə təmin edilməsi və işıqlandırılması işinə isə 19-cu əsrin sonlarından etibarən Qafqaz və Merkuri cəmiyyəti baxmağa başlamışdı. 1897-ci ildə Şimali Azərbaycanda həyata keçirilmiş əhalinin siyahıya alınması nəticələrinə əsasən 97-ci ildə ilk dəfə olaraq Bakı şəhəri əhalinin sayı etibarilə Azərbaycanda birinci yerə çıxır, Gəncə şəhəri isə ikinci yerdə qərarlaşır. Və son olaraq qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev neft sənayesində elə bir kapitalist və sənayeçilərdən olmuşdu ki, və demək olar ki, ilk və yeganə sənayetçidir ki, Rusiyanın Cənubi Qafqazda Azərbaycanda həyata keçirmək istədiyi iqtisadiyyatın müstəmləkə xarakterinə, yəni Ruslar əsasən Cənubi Qafqaza ucuz xammal və əlverişli satış bazarı kimi baxır və o şəkildə yanaşırdılar.
Hacı Zeynalabdin Tağıyev isə Rusiyanın müstəmləkə iqtisadiyyatı xarakterinə zərbə vuran ilk sənayeçi olubdu. Yeni iş yerləri açdırmaqla 1897-ci ildə lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti açdırır və 1900-cü ildə ilk toxuculuq fabrikini Bakıda fəaliyyətə başlatdırır. Belə hörmətli abituriyentlər, 19-cu əsr neft və sənayinin digər sahələri mövzusu haqqında danışacaqlarımız bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun, salamat qalın.